Əslində barmenlik içki süzməkdən başqa bir şou idi də, yəni şou göstərmək idi. İnsanlar deyir, "Hə, kokteyllər düzəldirsən sən." Məsəl üçün mən alov şoulu kokteyllər öyrənmişdim. Onları düzəldirdim. Yəni hər kəs alqışlayırdı. Hətta mənə dəli barmen deyirdilər. Yəni alov şoular düzəldirdim. Bir gün mən ona içki verəndə əlini belə uzadanda gördüm ki, qolları kəsik-kəsik idi. Mən qəribə oldum ki, niyə görə belə kəsikdir də, yəni qolları bir insan niyə görə? Deyirdim ki, yəni əslində mənim gördüyüm iş necə bunlar bir işdir də. Yəni insanları zəhərləyirəm də bir növ. Çünki mən bir seyirci olaraq, görüntü olaraq da görürdüm ki, yəni qarşıdakı necə əzab çəkir, əziyyət çəkir. Allah Taala o qədər qullarına dəyər verir. Öz mömin ismini öz qullarına verir. İman etməyən vallah bu hissləri yaşaya bilməz. Həqiqətən də. Yəni mən Allaha həmd eləyirəm, Allaha şükür eləyirəm ki, Rəbbim mənə bu iman nemətini bəxş elədi. Assalamu aleykum və rahmetullah. Mən Cəmil Rüstəmov. Bugün sizlərə öz hidayət hekayəmi danışacağam. Hidayət hekayəmin başlanğıcı oradan başlayır ki, mən əsgərlikdən qayıdandan sonra Qəbələdə otellərin birində bu əl işlərinə baxanda köməkçi kimi gedib orada işlədim yəni. Bir müddətdən sonra mənə dedilər ki, bəs sən bu barmenə köməkçi kimi lazımdır. Nəsə orada barmenə köməkçilik elədim, sonradan həvəsim yarandı barmenliyə. Əslində barmenlik içki süzməkdən başqa bir şou idi də, yəni şou göstərmək idi. Ona görə də hər bir insanın qəlbində bir şou göstərərək bir alqış alma bir potensialı var da. Yəni hər kəs istəyir ki, yəni alqış alsın. Mən də içimdə o həyəcanı, o alqışı almaq istəyirdim. Ən azından görüntü olaraq da olmasa alqış şəklində. Yəni insan sən neynədin, nətər elədin, bunu necə elədin? Nəsə ona görə çox marağım yarandı barmenlik işinə. Bu sənətə başladım. Ondan sonra Bakıya gəldim. Bakıda bir neçə yerdə işlədim. Artıq işlədikcə bu işdə puxtələşdim də. Yəni ilk dövrdə olduğum yerlər əsasən bir belə çay olan yerlər idi də. Yəni ki, həm balaca bir barı var idi, yəni restoran idi, restoran şəklində idi. Sonradan əsl o bildiyimiz o insanların ki, o bar dediyi bir yerə getdim. Təklif gəldi, ora getdim. Mən izləyici kimi görürdüm ki, insanlar nə hala düşür. İlk əvvəllər, yəni danışdığım kimi olmadı. Yenə alqış, insanlar deyir, "Hə, kokteyllər düzəldirsən sən." Məsəl üçün mən alov şoulu kokteyllər öyrənmişdim. Onları düzəldirdim. Yəni hər kəs alqışlayırdı. Hətta mənə dəli barmen deyirdilər. Yəni alov şoular düzəldirdim. Və bu məni daha çox həvəsləndirirdi. Daha çox şeylər eləməyə çalışırdım da. Yəni daha maraqlı kokteyllər hazırlamağa. Hətta elə vəziyyətə gəlmişdi ki, yəni özümdə bir prinsip yaratmışdım ki, yəni qarşı tərəfi bir növ belə deyək də, içki komasına soxacam deyə bir şey var idi də yəni. Zamanla işlədikcə, yəni ətrafımda görürdüm ki, insanlar nə vəziyyətə düşür. Məsəl üçün bax, orada gəlirdilər məsəl üçün kostyumda, baxırdın ki, ciddi adam, yəni danışığı, oturuşu, duruşu. Gəlirdi bir müddətdən sonra içki süzürdüm, içdikcə başladı özünü itirməyə. Yəni elə bir ki, həmin adamdan əsər əlamət qalmırdı. Həqiqətən yəni çox belə bərbad bir vəziyyətə düşürdü də, yəni belə elə bir ki, balaca bir uşağa dönürdü. Hətta özləri sonradan o vəziyyətlərin çəkilişləri görəndə özləri utanırdılar ki, yəni biz bu vəziyyətə düşdük. Yəni içki insanı həqiqətən ağlını alan bir şeydir. Amma mən orada içmədiyimə görə mən sadəcə müşahidəçi kimi görürdüm. Burada mənə əsas təsir eləyən kişilərdən çox qadınlar idi. Niyə görə? Çünki qadınların o vəziyyətə düşməyi, nə bilim, mən özümə şəxsən pis gəlirdi də. Yəni qadınlar görürdüm, məsəl üçün orada biri var idi. Mənə gəlirdi dedi ki, Cəmil, qətiyyən mənə çay demə. Mənə ancaq viski süz. Bu adam ancaq gəlirdi, səhərdən axşama viski içirdi də, yəni. Sanki bilsən necə həyatını bu adam bir edama bağlamışdı ki, harda ölərəm də. Yəni həyatda tutunacaq bir yeri yoxdur. Həyatda yaşamaq bir ümidi yoxdur da. Adam sadəcə fikirləşir ki, içim, hər şeyi unudum. Yəni bu şeyləri fikirləşirdi və çox bərbad bir vəziyyətə düşürdü. Sonra məsəl üçün bir qız var idi. Bir gün gəldi bizə orada, yəni bir müddət, qısa müddət işlədi də, işləri gördü. Vəzifəsi ancaq müştəri cəlb eləməkdir də, deyək ki, məsəl üçün oyun falan beş məkan. Bir gün mən ona içki verəndə, əlini belə uzadanda gördüm ki, qolları kəsik-kəsik idi. Mən qəribə oldum ki, niyə görə belə kəsikdir də, yəni qolları bir insan niyə görə? Gördüm çəkdi. Utandığından çəkdi belə. Mənə çox qəribə gəldi ki, yəni bu insan qolunu niyə kəsə bilər, yəni nə səbəbə? Yəni həqiqətən də gör içkinin, bu həyatın necə bir insan
insanı belə insanlıqdan çıxartdığı bir şey var ki, onun ailəsi gəldi bir müddətdən sonra, atası, anası gəldi. Yəni bizim administratora, müdirə zada başladıq ağlamağa ki, biz qızımızı bu həyatdan ayıra bilmirik. Biz onu evə bağlayırıq ki, yəni bu həyata gəlməsin də. Çünki bir valideyn üçün ən ağır bir şeydir qızının bu həyata düşməsi də, yəni. Biz deyirik otağa bağlayırıq. O adam qollarını kəsir ki, mən getmək istəyirəm. Valideynlər bunun qarşısını ala bilmir də. Yəni mən həqiqətən çox pis olmuşdum orada. Və sonra başqa məsəl üçün qızlar gəlirdi. Yəni kişilər onlara çox belə sanki məsələn bu İslam'a gələndən sonra Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatını, Məkkə dönəmi oxuyandan sonra bir növ elə bir ki o cahiliyyə dönəmi Məkkə müşriklərinin qadınlara göstərdiyi biz tarixi bir reallıq olaraq dinləyirik. Mən onu şəxsən görürdüm gözlərimlə ki, yəni qadınlara üzr istəyirəm ifadəmə görə bir triyapka kimi də, yəni insandan kənar bir varlıq kimi davranırdılar. Vururdular, söyürdülər, döyürdülər. Hər bir insanın qəlbində mərhəmət var. Çünki Allah Taala insanı fitrət üzrə gözəl mərhəmət, gözəl əxlaq üzrə yaradıb. Sadəcə insanlar müəyyən yaş dönəmindən sonra, müəyyən vəziyyətdən sonra öz həyatlarını özləri seçirlər. Və bu mərhəmət də mənim içimdə yaranırdı. Mən pis olurdum da. Yəni içki içənləri görürdüm, düşdükləri vəziyyətə çox belə pis olurdum, narahat olurdum. Yəni həmin an narahat olmurdum. Həmin ortamda olanda narahat olmurdum. Amma insan ki gedir evə ki, evdə tək başına qalır. Məsələn mən gecələr işləyirdim, gündüzlər artıq gəlirdim, gündüz yatırdım da. Yəni başımı yastığa qoyanda bir anlıq o insanların o həyatı, yəni bilirsiniz necə, yəni mən o hissləri başa sala bilmərəm. Yəni həqiqətən mən çox kövrəlirdim, pis olurdum. Deyirdim ki, yəni əslində mənim gördüyüm iş necə bunlar bir işdir də. Yəni insanlara zəhərləyirəm də bir növ. Bu gün narkotik, içki mənim üçün eyni səviyyədə bir şeydir. Çünki bir növ narkotik tüccarı, bir də içki tüccarı. Siz də eyni bir şeydir. İkisi də insanları zəhərləyir, həyatını alır. Çox pis olurdum. Gecələri yata bilmirdim. Həmişə məni narahat elirdi də. Sonra məsələn orada gəlirdi dediyim kimi o belə solidni insanlar gəlirdi. İçki içirdi, özünü aparamırdı, çıxırdı çölə, çöldə qadına, qıza ilişirdi. Məhəllə qıraqda qalanlar var da, ilişirdi. Mən bir təhər salırdım içəri, şaşırdı. Sən nə qarsan, nə edirsən? Sonra məsələn 11-ci sinif uşaq son zəng eləmişdilər, onlar gəldilər. Mənə gəldi dedi ki, bəs belə böyük də ki, bəs sən nəsə yaxşı bir şey hazırlaya bilirsən? Mən də açıq bilirdim, yəni ağır kokteyllər bilirdim ki, yəni bu insanı həqiqətən insanı aparır da, yəni. Nəysə mən də buna hazırladım, verdim. Getdi bir yarım saat, 1 saatdan sonra qayıtdı, gəldi. Mən də bunu unutmuşam da ki, bu gedib ayaq yoluna harasa gedib də. Mən deyir, neçə illərlə narkotik çəkmişəm. 11-ci sinif uşağıdır. Bir neçə illərlə narkotik çəkmişəm. Hələ bu həzzi almamışam. Yəni düşünün, görün, narkotikdən ala bilmədiyi həzzi bu adam mənim düzəltdiyim kokteyllərdən yəni alırdı. Mən necə bir ağır kokteyllər düzəltdiyimi ifadə eləmək istəyirəm, ona görə dedim sizə. Nəsə həqiqətən mən gündüzləri yata bilmirdim, çünki gecə işləyirdim. Gündüzlər gəlirdim, çox narahat olurdum. Dediyim kimi, həmin anda olanda şeytan insana necə vəsvəsə verirdisə, ancaq yəni fikirləşirdim ki, kimsə məni alqışlasın, kimsə məni eləsin də ki, bu nə gözəl barmendir, bu nə gözəl belə kokteyllər hazırlayır falan. Amma ki insan ki tək başına qaldı, yəni öz nəfsi ilə, öz mərhəməti ilə, Allahın insanın qəlbinə qoyduğu o mərhəmətlə, o fitrətlə bir yerdə baş-başa qalanda artıq deyirsən ki, mən doğru bir iş görməmişəm. Nəsə axırı mən dedim ki, yox, bu işdə işləyə bilmərəm də. Nəsə mən özümü bu işdə görmürəm də, məni çox narahat eləyir. Həm də nəsə müdirlə bağlı problemlər yaşandı. İşdən çıxdım. O vaxtı OSAS saytı var idi. İndi fəaliyyət göstərir yoxsa yox. Ora sayt qoydum ki, barmen axtarılır. Bir də barmen iş axtarıram falan. Barmen iş axtarıram. Hardasa bir təxmini deyim sizə, inanın bəlkə də 1 ay, 2 ay yaxın mənə zəng gəlmədi. Deyirəm, necə olur, mən barmen iş axtarıram falan, beşməşəm, mənə zəng gəlmir. Bir gün bir zəng gəldi. Dedi ki, bəs elmlərdə belə bir yer var, barmen axtarırıq. Mən dedim, lap yaxşı da, gəlin barmenə. Açığı mən həm o işdən irgənmişdim, amma işdən çıxma səbəblərim də belə deyək də, əsas irgənməkdən daha çox maliyyə idi, bir də müdirlə olan münasibət idi. Amma yenə deyirəm, gecələri həqiqətən gündüzləri mən çox narahat olurdum da. Nəsə gəldim, içəri girdim, şoka düşdüm. Dedim, bura yəni bar deyil, bir şey deyil. Yəni bildiyin çayxanadır, belə çayını yerdir. Dedim, bəs mən burada nə? Dedi, yox, burada qardaş kofe hazırlayasan. Yəni kofe işləri. Mən çünki orada yazmışdım da, yəni içkilərlə kokteyllər falan. Bir də əgər olsa içkisiz kokteyl hazırlayarsan. Mən də bir növ sevindim də qəlbimdə.
çox qəribəsi də odur ki, həqiqətən də yəni mən bugünkü gündə də o şeyləri düşünəndə, yəni tüklərim biz olur, çox bir qəribə bir xüsusiyyət yarandı. Adam mənim üçün yer ayırdı. Dedi ki, sən aparatın neçə? O vaxtı kofe aparatları yəni belə baha idi, 4000, 5000 o vaxtın pulu ilə. Nəsə dedi, problem yox dedi. Mən bax bu qədər xərc tələb eləyəcək. Adam ilk dəfə idi bu işə girirdi də kofe sahəsində. Çay yeri var idi. Sadəcə ilk dəfə idi girirdi bu kofe işinə. Dedim ki, bu qədər. Yəni hesabladıq, sənə nə lazımdır, nə qaşıq, nə bilim nə filan yazdıq, hesabladıq. Dedi, problem yoxdur. Ustanı da çağıracağam, sənə burada yer təşkil eləyəcək, yəni istədiyin kimi. Hər şeyi danışmışıq. Hər şey okey verilib də, yəni müdiriyyət də razıdır. Oturduq belə söhbət eləyirik. Belə söz əsnasında namazdan söz düşdü. Mənə dedi ki, namaz qılırsan? Dedim ki, yox, namaz qılmıram. Dedi, bəs səbəb nədir? Nəyə görə qılmırsan? Mən bir anlıq fikirləşdim, gördüm ki, həqiqətən yəni insan namaz qılmamaq üçün, yəni bir səbəb axtarıb tapa bilmədim də. Yəni bəlkə də bir anlıq, yəni bəhanə deyə bilmədim. Dedim ki, yox, mən nə bilim valla səbəb yoxdur, amma qılmıram da. Dedi ki, dur gedək namazı qılaq. İnanırsınız, vallahi deyirəm, o anı yaşayan adam bilər də. Yəni o şeyləri yaşayan adam bilər ki, bir anda həyatım gözüm önündən keçdi. Yəni belə deyək də, bir növü namazı o qədər məsuliyyətli bir şey olaraq qəbul elədim ki, yəni fikirləşdim mən haramlardan uzaqlaşacağam. Artıq bir məsuliyyətə, bir rejimə girirəm də, bir növü səhər durmaq, nə bilim nə. Əsas da məni narahat edən haramlardan uzaqlaşmaq idi ki, yəni necə olar mən haramlardan uzaqlaşa bilərəm? Yəni çünki insana cazib gəlirdi də, məsəl üçün. Düzdür, mən davamlı olaraq içməsəm də, məsələn kokteyl hazırlayırdım, yüngül içirdim, nə bilim, başqa haramları demirəm. Yəni hər bir kişi üçün olan haramlar biz də həmin insanlardanıq da, yəni bizə də cazib gəlirdi. Və bu məni çox belə şeylərdə sıxdı. Hətta elə bir vəziyyət yarandı ki, sanki biri məni tutdu o belə, yəni buraxmadı da namaza çıxmağa. Belə durdum, dedi, qardaş gəl. Belə durdum, dedim, yox, qüsülüm yoxdur. Dedi, narahat olma, qardaş gəl. İnanırsınız, o qardaş məni tutdu qolumdan tutdu, apardı. Və bugünkü gün fikirləşirəm ki, bəlkə məni həmin anda saxlayan, bəlkə də %100% şeytan idi. Çünki həqiqətən gəlmək istəmirdim ha. İnanırsınız, yəni belə o anları bu dəqiqə adam belə pis vəziyyətə düşürsən ki, o anları hiss edirsən ki, yəni konkret buraxmırdı. Qardaş mənim qolumdan tutdu, dedi, qardaş gəl. Dedim, qüslüm yoxdur, dəst namazım yoxdur. Namaz qıla bilmirəm. Dedi, narahat olma qardaş, gəl. Tutdu qolumdan, dartdı məni, apardı. Dedi, otur burada. Oturdum. Qardaşın da maşallah belə qabı var idi. İçindən qum gətirdi. Səhra qumu idi. Tökdü qaba, dedi ki, təyyəmmüm al. Dedim, bilmirəm təyyəmmümü. Dedim, mən səhər gedərəm. Təyyəmmüm almağın qaydasını öyrətdi mənə. Təyyəmmüm aldım. Dedi, qardaş, dur gedək namaza. Hələ də inanırsınız, yəni bilmirəm nədənsə, həm etiraz da eləmək istəmirəm, həm də etiraz eləmək istəyirəm də, sanki qaçmaq istəyirəm də, yəni. Həqiqətən mənə həmin anda çox ağır bir məsuliyyət, ağır belə yük kimi gəlirdi ki, mən necə eləyə bilərəm? Mən namaz qıla bilərəm. Çıxdıq yuxarı, dedim, namaz qılmağı bilmirəm. Dedi, qardaş, narahat olma. Mən necə eləyirəmsə, sən də o şəkildə namazı qıl. Nəysə bu əyildi, qalxdı, elədi. Mən dedim, hə, namaz oldu. Sonra mənə bir kitab verdi. Sonra qaydasını öyrətdi, qüsl almağı. Dedi ki, evə gedən kimi birinci işin qüsl almaqdır. Nəysə gəldim evə. İndi hər bir valideynin dediyi sözdür. Yəni dedim ki, bəs namaza başlamışam. Anam başladı. Namazı qılırsan, tam qılmaq lazımdır. Namazı boşlamaq olmaz. Namaz belədir, namaz belədir. Bəlkə də bax mən bugünkü gündə indi fikirləşirəm. İnsan danışdıqca fikirləşir də, yəni. Bəlkə də bu valideynlərimizin bir növü səhvidir ki, yəni insanlara namazı, imanı ağırlaşdırıb deyirlər də, yəni. İnsanlar bir əl çatılmaz bir zirvə olaraq qəbul edirlər. İstər Quran-Kərim olsun, istər namaz olsun. Amma Allah Taala onu insan üçün yaradıb da. Yəni insan etdiyi üçün yaradıb. Yəni insan səhv də eləyə bilər namazda. Nə bilim, məsəl üçün müəyyən şeyləri eləyə bilər də, amma Allah onu qəbul eləyir. Allah qəbul eləyir. Əsas odur ki, düzə doğru gedəsən. Yəni səhv eləsən belə düzə doğru gedəsən. Necə ki, məsəl üçün Adəm əleyhissalama müəyyən bir qadağa qoyulmuş bir şeyi etdiyinə görə Allah Taala cəzalandırdı onu cənnətdən dünyaya bir növ sürgün etdi. Əslində biz buna örnək götürməliyik də, nümunə götürməliyik ki, Allah Taala bizə peyğəmbəri vasitəsilə necə insanın səhv etməyini öyrədir və o səhvdən necə geri dönüş etməyini öyrədir ki, necə tövbə etməyini öyrədir ki, insan necə tövbə eləyə bilər. Nəysə, qüslümü aldım, elədim. 2 gündən sonra dedim ki, bəs gedim görüm nə oldu? Bəs mənim üçün yer düzəldəcəkdilər. Bəs kofe aparatı sat. Gəldim, girdim içəri, qardaşla salamlaşdı. Dedi ki, qardaş, bəs üzrə hesab elə alınmadı.
Dedim, o necə alınmadı qardaş? Biz danışmışdıq, hesablamışdıq. Məsələn gedib alasıydıq ləvazimat. Dedi, yox, bilmirəm, nədənsə müdir etiraz elədi, alınmadı. Yəni bu iş ümumiyyətlə alınmadı. Bu sonradan başa düşdüm ki, Allah Taala bir vəsilə olaraq o qardaşı vəsilə eləyib ki, mən ora gəlim, namazı öyrənim. Bu əsas səbəbi bilirsiniz nədir qardaşlar? Yəni bax mən hər zaman deyirəm də, məsələn mən özümə boş qalanda güzgüdə oturub bir özümdən danışıram da. Yəni öz səhvlərimi, düzlərimi və yaxud da nəsə də bir problem olanda güzgünə özümlə danışıram. Əsas məsələ odur ki, qardaşlar, bacılar, əsas məsələ odur ki, bax düşünün. Vallahi düşünsəz və qəlbinizdə niyyət tutsaz ki, yəni mən Allaha doğru gedirəm, həmin an namaz qılmasaz da Allah sizə nəsib eləyəcək. Əsas odur düşünün. Düşünün ki, mən dünyaya niyə gəlmişəm? Allah məni nə üçün yaradıb? Mən hətta sonradan fikirləşirdim ki, yəni insanın ağlına sonradan gəldi. Mən uşaq vaxtı olurdum, 13-14 yaşım var idi. Belə birdən dururdum, belə əlimə baxırdım, belə deyirdim ki, bu əl, barmaq, bu nəyə görə yaranıb? Yəni suallar verirdim öz-özümə, amma cavabını tapa bilmirdim də. Yəni deyirdim, yəni insan yaranıb, öləcək. Yəni nə olan şeydir də? Yəni insan yarandı, öldü. Yəni bir məqsəd olmalı, bir hədəf olmalıdır. Amma İslam'a gələndən sonra, Allah Taala'nın bu dinini öyrənəndən sonra vallahi yəni insan o qədər özünü quş kimi rahat hiss eləyir ki, yəni əsas növbədə imandır. Vallahi qardaşlar, bacılar, əsas növbədə imandır. Allahı tanımaq lazımdır. Allahın sifətləri var, 99 sifəti var. Yəni ən aşağısı belə deyim də sizə, Allahı tanımaq istəyirsiniz, o 99 isimlərin mənasını öyrənin. Həqiqətən də Allah o 99 isimlərin mənası ilə bizlərə tanıdır. Gör Allah Taala necə quluna dəyər verir ki, Allah öz ismini, mömin ismini öz qullarına verir. Yəni o qədər Allah Taala Allah Taala o qədər qullarına dəyər verir. Öz mömin ismini öz qullarına verir. İman etməyən vallahi bu hissləri yaşaya bilməz. Həqiqətən də. Yəni mən Allaha həmd eləyirəm, Allaha şükür eləyirəm ki, Rəbbim mənə bu iman nemətini bəxş elədi. Yəni hədəfimi bildim, həyatda yaşamaq məqsədimi bildim ki, mən nə üçün yaşayıram həyatda? Yəni Allah üçün yaşayıram, Allahın dini üçün yaşayıram. Allah mənə xəlq edib, o xaliqdir, mən məxluqam. Mənim borcum ona qulluq etməkdir. Və gözəlliyi orasındadır ki, qardaş bacılarım, baxın, Allaha qulluq etdikcə Allah insana o qədər bərəkət verir, o qədər gözəl huzur verir ki, bax, əsas buradır. Qəlb huzur tapmadıqca nə var, nə dövlət, heç bir şeydə sən həzz ala bilmirsən. Bayaq danışdım, o qız var idi, gəlirdi, içki içirdi. Bu adam özünü bir növü intihara bağlamışdı ki, nə vaxt ölərəm də. Çünki qəlb huzur tapmır. Çünki yaradılış məqsədini bilmir. Çünki həqiqi İslamla üzləşə bilməyib, həqiqi Allahı tanımayıb, Allahın zatı sifətlərini tanımayıb, Allahın sifətlərini, isimlərini bilməyib ki, ona görə həyatın məqsədini bilmir. Ona görə onun üçün yaşamaq deyir ki, yaşayıram da, içkidir, həyatımı yaşayıram gedir. Mən indi həqiqətən qıraqda namaz qılmayan, iman etməyən birini görəndə təəccüblənirəm. Deyirəm ki, bu necə yaşayır, bu necə həyat, bu adam necə fikirləşmir ki, qəbrə gedəcək. Mən bəzən danışıram insanlarla. Deyirəm ki, bəs belə qəbrə gedəcəksə, deyir yanacaq da, cəhənnəmdə. Deyirəm ki, qardaş, yanmağı bu qədər siz cılız bir şey bilirsiniz də, yəni yanacaq da, nə olacaq ki? Gəl bir dənə spişka ilə əlini yandırım, görüm dözə bilərsən. Zərrə bir dənə alova sən dözə bilmirsən və Allahın cəhənnəmin alovunu hələ onun milyon qatı daha şiddətlidir. Sən ona razı olursan. Çünki siz nəyə görə? Çünki Allahı tanımır. Çünki həqiqi İslamı tanımır. O İslamı sadəcə namazdan, müəyyən belə deyək də, hökmlərdən ibarət olur. İslamın dərinliyinə girəndə, İslamın dərinliyinə, Allahı həqiqətən tanıyanda, o insan artıq namaza istəyərək gəlir. Belə həvəslə, belə qürurla, belə nətər deyimi, sevgi ilə gəlir namaza. Namaz xətrinə qılmır. Nəysə mən gəldim, bu razı olmadı. Dedim, bəs bu qədər şey dedi, yox da, alınmadı. Nəysə dedim, alınmadı. Getdim evə. Təzədən o saytda da açığı ilan qalmışdı. Çünki arasında 2 gün məsafə var idi. Yəni 1-2 günə mən də elanı silmədim də. İnanırsınız, vallahi deyirəm, çox qəribə bir hissdir ki, telefon demək olar dayanmırdı da. Yəni telefon part-part zəng gəlirdi. Biri zəng eləyir, nə bilim, o tanınmış bir bar yerlərinə zəng eləyir. Qardaş, barmen axtarıq. Deyirəm ki, yox da, qardaş, mən yox qardaş, filan qədər elə bir maaşı az verir də. Deyir, yox qardaş, filan. İnanırsınız, mən birinci işlədiyim maaşın 2-3 qatını mənə təklif edirdilər. Şeytan görün insana necə vəsvəsə verir. Yəni 2-3 qatını mənə təklif edirdilər ki, gəl bu işdə işlə.
sənin potensialın da var, yəni hiss eləyirik. Çünki mən yazılarda yazırdım da falan kokteylləri düzəldirəm. Həm də bir növ biraz qalxmaq baxımından deyirdilər ki, sən falan yerlərə gətirəcəyik falan 5000. Birini ad boy verim, qardaş. Bilirəm ki, namaz qılıram. Hə, yaxşı oldu qardaş, oldu. Nəsə bu ad boy verdi. Üstündən bir neçə saat keçir, biri zəng eləyir, biri. Hətta elə bir vəziyyətə gəldi ki, hardasa bir neçə aysa davam elədi də zənglər. Yəni halbuki 2 ay mən həmin elan etdi də qoyduğum. 2 ay ərzində mənə zəng gəlmədi. Amma mən imanla tanışdıqdan sonra artıq neynədi? Şeytanın insanlarla mübarizəsi başladı. Axı o özünə söz verib ki, Allaha söz verib ki, mən sənin qullarını yoldan döndərəcəm. Artıq başladı mənlə mübarizə aparmağa. Düzdür, Allah həmd olsun. İlk imanın o sevinci, o nətər deyim, xoşbəxtliyi o qədər belə yüksək idi ki, mən artıq əlimin tərsi ilə itdim də, mən onları bir şey eləmədim. Tarixləri ola bilər yadımda qalmasın. Yəni o üzr hesab edin. Yəni 1 ay olar, 2 ay olar, 3 ay olar mən evdə oturdum. Yəni evdə də istər-istəməz valideyn deyir, nə oldu iş falan 5 minut. Deyirəm mən namaza başlamışam. Hər kəs də mənə barmenliyə dəvət edir də yəni. Yəni mən getmədim, dəvətlərə getmədim. Hətta üstündən bir 6-7 il keçdi. Artıq elanı unutmuşam da ki, mən ora elan qoymuşam da. 6-7 il keçməyinə baxmayaraq yenə zənglər gəlirdi. Düzdür, təbii ki, o ilk dövrdə olduğu sıx-sıx zənglər gəlmirdi. Amma 6-7 il keçirdi, məsəl üçün deyək də, ildə bir dənə, 2 dənə belə zəng gəlirdi. Mən deyirdim, mən o heç elanı unutmuşam. Mən ki, nə vaxt qoymuşam, hardadır, necə silim onu? Tapa bilsəydim, silərdim yəni. Allah həmd olsun, Allah Taala mənə bu neməti bəxş elədi, yəni iman neməti bəxş elədi. Amma Allahın lütfüdür, təbii ki, Allahın lütfüdür. Amma bir növ mən fikirləşirəm ki, mən düşünürdüm ki, insanlara zərər verməyim, bu işdən çəkinim. Çünki mən bir seyirci olaraq, görüntü olaraq da görürdüm ki, yəni qarşıdakı necə əzab çəkir, əziyyət çəkir. Həqiqətən yəni indi bəlkə də o biraz ibadət əhli olmayanlar bilərlər ki, o yerlərə gediblər. Düzdür, həmin anda bilmirlər. İnsan bilirsiniz necə, yəni haramı işlədiyi anda, haram elə bir belə deyək də, mundar elə bir çirkab bir şeydir ki, həmin anda zövq alırsan. O zövq bitdi. Artıq əgər həqiqi insanlığın varsa, fitrətdən bir şeylər qalıbsa səndə, qəlbində mərhəmət varsa, artıq bitəndən sonra peşman olursan. Deyirsən ki, mən bu şeyləri səhv elədim də həqiqətən. Həqiqətən çox qısa müddətdir da. Haramın, mən bir növ belə deyək də, özümdə analiz eləmişəm ki, haramın zövqü qısa müddətdə olur. Yəni qısa müddət haram zövqü yaşadın, bitdi, getdi. Ümumiyyətlə zövq elə bir şeydir. Yəni insan yeməkdən də zövq aldı, yemək bitənə qədər zövq alırsan. Ondan sonra zövq bitdi. Yəni qısa müddətli, qısa bir neçə dəqiqəlik, 10 dəqiqə, 20 dəqiqədən bir yarım saat, lap belə barmenlik həyatını deyim, 2 saatlıq zövqə görə insan həyatını pus eləyər. Vallahi billahi, əgər Allaha iman etmədiyi təqdirdə həyatınız pus olacaq. Dünya və axirətiniz zay olacaq. Əgər bu dünyada sizə var-dövlət verilirsə, sizə məqam verilirsə, insanlar sizə hörmət eləyirsə, bu düşünməyin ki, siz normal belə deyək də insan həyatı yaşayırsınız. Bu müvəqqətidir. Yəni budurmu həyat? Mənim ən zəif nöqtəm, yəni ölümdür. Mən hər zaman ölümü düşünürəm. Mən hər zaman deyirəm ki, insan öləndən sonra nə olacaq? Hətta İslamdan qabaq da, bayaqda dediyim kimi fikirləşirdim ki, insan nəyə görə yaradılıb? Yəni öləcək, bitdi həyat. Yəni bu deyil. Amma İslamla tanış olandan sonra, Allahın dini ilə tanış olandan sonra dedim, artıq ölümə də gülərəm. Mən hətta bir gün qohumlar içərisində belə danışıram, əmimzad da oturub, onlar da biraz şeydir də, belə İslama qarşı. Belə danışdığım yerdə başladım ölümdən danışma. Ölümdən danışıram. İnsan iman etdikcə ölür, belə. O qədər ölümdən danışdım belə və xoşbəxt niyyəti ilə, belə gülər üzlə danışdım. Əmim hətta zarafatla dedi ki, sən deyir ölümdən deyir elə danışdın ki, adamı lap ölməyə gəldi deyir. Amma o şəkildə olur ki, iman etdiyin təqdirdə. İman etdiyin təqdirdə bilirsən ki, ölüm nədir? Qulun Allaha qovuşmasıdır. Mənim hidayət hekayəm budur, əziz qardaşlar, bacılar. Ümid eləyirəm ki, Allahdan niyazət edirəm, Allahdan dua eləyirəm ki, mənim hidayət hekayəm ən azından içki içən biri üçün, yəni iman etməsə belə, namaza gəlməsə belə, bu çirkab, bu narkotikdir, içkidir, bu haramlar, insana qısa müddətli zövq verən bu çirkablıqdan dönərlər. Ümid eləyirəm, dua eləyirəm, inşallah Allah Taala o qardaşı vəsilə elədi mənim Allahı tanımağımla. İnşallah da ümid eləyirəm, Allahdan dua eləyirəm ki, mənim əməllərimə görə yox,
yox. Allahın lütfünə, bərəkətinə inanıram da. İnşallah Allahdan dua edirəm ki, mən də kiməsə bir vəsilə olaram. Çünki bu mənim üçün böyük bir gözəllik, böyük bir xoşbəxtlik, böyük bir savab qazanmaq niyyəti olar yəni. Başqa bir şey olmaz. Allaha əmanət olun. Allaha iman eləyin. Əsas məsələ odur. Allaha iman etdikcə həqiqi xoşbəxtliyi tapacaqsınız.